Dostlar necəsiniz? Dostlar kanala abunə olub like atmayı unutmayın. Dostlar siz bilirsiniz ki mənim kanala abunə olmaları çox xoşlayıram. Və bu günləri sizlərlə biz Sahargahın əfsanə başladıq. Dostlar gəlin biz oxumağa başlayaq. Qədim zamanlarda onlar yurdunda bir musiqiçi yaşayırdı. Onun mahnıları dillərlə əzbər idi. Musiqiçinin sorağı hökmdarı da çatırma. Hökmdar onun yanına çağırtdıraraq deyir: "Gəl mənim sarayımda yaşa, mənim şərəfimə mahnılar qoş, razı olsa qızıl içində üzəcəksən." Musiqiçi deyir: "Hökmdar sağ olsun, mən xalqımdan ayrı düşsəm, heç nə yazıb yarada bilmərəm." Bu cavab hökmdarı çox qəzəbləndirir. Musiqiçi zindana salır. O ağır cəza verməyə qərarı alır. Padşahın müdrik bir vəziri var idi. O musiqiçinin istedadına heyran idi. O cəzalandırılmasını istəmirdi. Vəzir gizlicə musiqiçinin yanına gəlib deyir: "Sağ qalmaq istəyirsənsə, gərək tez ölkəni tərk eləyəsən. Mən səni buradan çıxardaram." Vəzir musiqiçinin arxa qapıdan çıxarır. Ona deyir ki, keşikçilər duyuq düşməmiş, tez şəhəri tərk eləsin, yoxsa hökmdar xəbər tuta bilər. Musiqiçi şəhər çıxıb xeyli yol gedir. Səhrada bir karvanla qarşılaşır. Aydın olur ki, karvan yolu azıb. İstidən və susuzluqdan dəvələr ləhləyirdilər. Musiqiçi düşünür ki, karvanla yola davam etsin, daha təhlükəsiz olar. Amma dəvələr tərpənmək iz bilmirdi. Birdən musiqiçinin gözü dəvələrin boynundakı zınqırovları sataşır. Dəvələr başlarını tərpətdikcə zınqırovlardan qarma-qarışıq səslər gəlirdi. O dəvələrə yaxınlaşır. Onları zınqırovların bir-bir çıxarıb bəzi dəyişir, bəzi zınqırovlarını tarım, bəzilərini boş bağlayır. Bir neçə dəvənin boynundan zınqırovu açıb başqalarının içinə asır. Dəvələr tərpəndikcə ətrafa çox ecazkar bir musiqi yayılır. Dəvələr həvəslə yollarına davam edirlər. Musiqiçi də bir dəvəyə minir. Karvandakılar musiqini dinləyə bir də ayılırlar ki, karvan gəlib mənzil başına çatıb. Yarından bu ecazkar musiqini sonradan Sahargah adı ilə məşhur olur. Sağ olun dostlar, siz də kanala abunə olub like atmayı unutmayın. Sabah görüşərik.